Bir de gördük ki bir arı buğdanın üstüne konup onu ayakları arasına götürerek uçup gitti. Her ikimiz təəccübləndik. Axı buğda arının nəyinə lazımdı? Ha fikirləşdik, bir şey tapa bilmədik. Çox çəkmədi ki, həmin arı təkrar gəlib bir buğda da apardı. Bu dəfə Molla Abbas dedi ki, əgər arı üçüncü dəfə gəlsə, qocalığıma baxmayıb onun arxasınca düşəcəm, görüm bu nə işdir. Dedim ki, narahat olma, əgər bir də gəlsə, mən səndən cavanam, gelib bir xəbər gətirirəm. Həmin arı bir də gəldi. Mən ayağa qalxıb arını gözdən qoymadım. O uçduğu səmtə mən də yürürdüm. Arı uçduqca mən də arxasınca qaçdım, arını gözdən qoymadım. Gəlib bir dəriyə çıxdıq. Gördüm ki, korluqda bir sərçə arının səsini eşidən kimi ağzını ona tərəf açdı və arı da gətirdiyi buğdanı onun ağzına atıp oradan uzaklaşdı. Yaxınlaşdım sərçəyə. Yerimdəcə donub qaldım. Sərçənin hər iki gözü kör idi. Deməli, o kör quşu yedirmək üçün onun ruzusunu çatdırmağa Allah arını məhkum edir. Odur ki, kör quşun ruzusunu yetirən Allah hər birimizə halal və bərəkətli ruzu yetirsin.